Manqurt və manqurtlaşma. Biz bu anlayışlarla ilk olaraq Çingiz Aytmatovun Gün var əsrə bərabər romanında tanış olmuşuq. Amma Azərbaycan ədəbiyyatında da kifayət qədər manqurtlaşmış obrazlar var. Gəlin ilk olaraq baxaq görək axı nə deməkdir manqurtlaşma? Biz Gün var əsrə bərabər romanında Jolamanın timsalında fiziki işgəncəyə məruz qalaraq öz milli kimliyindən, tarixi keçmişindən uzaqlaşdırılmış minlərlə insanın ümumiləşmiş obrazını görürük. Janlar həmin insanların başına dəvə dərsi keçirməklə onların yaddaşını pozur və kimliklərindən uzaqlaşdırırdılar. Biz həmin insanlara könülsüz manqurtlaşmış insanlar deyirik. Çünki onlar öz istəklərindən kənar şəkildə öz milli mənəvi kimliklərindən uzaq düşmüşdülər. Bir də var könüllü manqurtlaşmış insanlar. Könüllü manqurtlaşma hər hansı bir fiziki işgəncəyə məruz qalmadan baş verir. Belə ki, şəxs daha yüksək vəzifə tutmaq üçün, elit təbəqəyə daxil olmaq üçün və ya maddi rifah əldə etmək üçün öz mənsub olduğu xalqın dəyərlərini gerilik adlandırır, ondan uzaqlaşır. O, hakim təbəqəyə xoş gəlmək üçün öz dilini, öz dinini, öz tarixini danır. Həmin o mənəvi intihara məruz qalmış insanlar milli qəhrəmanlarını, tarixi hadisələrini, ənənələri lağlağı obyektinə çevirir və onları tamamilə silməyə çalışır. Biz buna deyirik könüllü manqurtlaşma. Könüllü manqurtlaşmış obrazları ilə həmin əsərdə biz Tansıkbəyev və Sabitcan obrazlarını misal olaraq göstərə bilərik. Onlar şüurlu şəkildə öz milli kimliklərini danırdılar. Onlar hər hansı bir fiziki işgəncəyə məruz qalmadan öz milli keçmişini danan obrazları idilər. Bəs yaxşı, Azərbaycan ədəbiyyatında da manqurtlaşmış obrazlar varmı? Bəli, var. Biz İlyas Əfəndiyevin Xurşidbanu Natəvan əsərindəki Məliküddövlə obrazını buna misal olaraq göstərə bilərik. O da şüurlu şəkildə öz milli kimliyini danmış, öz tarixi keçmişini farslara satmışdı. Bundan başqa biz Cəlil Məmmədquluzadənin Anamı kitabı əsərindəki üç qardaş obrazını da şüurlu manqurtlaşmaya, könüllü manqurtlaşmaya misal olaraq göstərə bilərik. Belə bir sual verəcəm dostlar sizə. Bəs sizcə Qurbanəli bəy necə? O da manqurtlaşmış obraz hesab oluna bilərmi? Cavablarınızı şərh bölməsində gözləyəcəm.